nitqinə qarşı mübarizə aparacaq yeni yaradılmış idarə fəaliyyətə başlayır. İdarə Daxili İşlər Nazirliyinin İnsan Hüquqlarının Mühafizəsi Departamentinə tabedir. Onun əsas vəzifələri insan ləyaqətini alçaldan, təhqir edici və nifrət nitqi elementləri daşıyan, ictimai şəkildə yayılan bəyanatların monitoringi və aşkarlanmasından ibarət olacaq. Söhbət Gürcüstanın İnzibati Xətalar Məcəlləsində nəzarət tutan hüquq pozuntusu əlamətləri daşıyan açıqlamalardan gedir. İlkin mərhələdə idarədə 10 ştat vahidi fəaliyyət göstərəcək. Əməkdaşlar öz işlərini ölkədə qüvvədə olan qanunvericilik çərçivəsində həyata keçirəcəklər. Polis günü münasibətilə Daxili İşlər Nazirliyinin İnzibati binası qarşısında təntənəli tədbir keçirilib. Mərasimdə qanunverici və idarəedici hakimiyyətin, eləcə də diplomatik korpusun nümayəndələri iştirak ediblər. Prezident, Baş nazir, parlamentin sədri, Daxili İşlər naziri, Tbilisi meri və hüquq mühafizə orqanlarının koordinasiyası məsələləri üzrə dövlət naziri çıxış edərək polis əməkdaşlarını peşə bayramı münasibətilə təbrik ediblər. Tədbir çərçivəsində müxtəlif bölmələrin təntənəli yürüyüşü və lazer şousu təşkil olunub. Daxili İşlər Nazirliyinə məxsus helikopter uçuş həyata keçirib. Sonda xidməti vəzifələrini yerinə yetirərkən gördükləri şücaətə görə 20-yə yaxın hüquq mühafizə əməkdaşı orden və fəxri fərmanlarla təltif olunub. Bugün Beynəlxalq Uşaqların Müdafiəsi günüdür. Bu münasibətlə Gürcüstanın müxtəlif bölgələrində çox saylı mədəni və əyləncəli tədbirlər təşkil olunur. Tacminda parkının mərkəzi meydanında bayram proqramı gecə saat 22:00-dək davam edəcək. Xüsusi hazırlanmış məkanlarda uşaqlar üçün konsertlər, animator və illüzyonistlərin çıxışları, dramerlərin şousu və müxtəlif əyləncəli oyunlar keçiriləcək. Əyləncə proqramları ilə yanaşı Funikliyorun yuxarı stansiyasında yerli sahibkarların məhsullarından ibarət sərgi satışı da təşkil olunacaq. Sosial Qayğı Agentliyi Beynəlxalq Uşaqların Müdafiəsi günü münasibətilə paytaxtın müxtəlif rayonlarında yaşayan 30-dan çox benefisiar ailəni ziyarət edib. Agentliyin nümayəndələri uşaqlara onlar üçün xüsusi hazırlanmış fərdi hədiyyələr təqdim ediblər. Uşaqlar hüquqlarının müdafiəsi istiqamətində müxtəlif tədbirlər mütəmadi olaraq həyata keçirilir. Bu fəaliyyətlərə ehtiyacı olan ailələrin bütün bələdiyyə ərazisində dəstəklənməsi də daxildir. Gürcüstan Pravoslav Kilsəsi bugün Müqəddəs Ninonun Gürcüstana gəlişini qeyd edir. Ölkədə xristianlığın dövlət dini elan olunması məhz onun adı ilə bağlıdır. Xristianlığın təbliğçisi olan Kapadokiyadan olan Müqəddəs Ninonun böyük xidmətlərinə görə Pravoslav Kilsəsi onu Gürcü xalqının maarifçisi və həvarilərə bərabər müqəddəs hesab edir. Bugün Paravani gölü yaxınlığındakı Foka kəndində keçiriləcək bayram ibadətinə saat 10:00-da Mitropolit Danil rəhbərlik edəcək. Saat 13:30-da isə dua mərasimini bütün Gürcüstanın Katolikos Patriarxının Locum Tenesi Mitropolit Şio icra edəcək. İsrail ordusu bildirib ki, atəşkəs qüvvəyə mindikdən sonra İsrail vətəndaşları üçün təhlükə yaratdıqları əsas gətirilərək Hizbullahın 900 üzvü zərərsizləşdirilib. Ordunun məlumatına görə bugün də Hizbullaha məxsus onlarla obyektə hava zərbələri endirilib. Livanın Səhiyyə Nazirliyi isə açıqlayıb ki, 2026-cı ildə Hizbullah ilə İsrail arasında baş verən qarşıdurmalarda azı 3412 nəfər həlak olub, 10200-dən çox insan yaralanıb. Bundan əvvəl isə İsrail Müdafiə Qüvvələrinin Cənubi Livanda yerləşən 900 illik tarixə malik Beaufort qalasını və onun ətrafındakı strateji yüksəklikləri nəzarətə götürdüyü məlum olub. İsrail hərbçilərinin sözlərinə görə əməliyyatın məqsədi Beaufort silsiləsi və Vadi Əl-Saluki bölgəsi üzərində nəzarəti təmin etmək, həmçinin Hizbullahın hərbi infrastrukturunu və imkanlarını zəiflətmək olub.